Dostlar, deməli bir neçə gündür sosial şəbəkələrdə Sumqayıtda icra hakimiyyətinin nümayəndəsinin etdiyi bir hərəkət böyük bir rezonans doğurub və hamı tərəfindən müzakirə olunur. Mən də onun içində müzakirə elədim. Müzakirə ilk dəfədir video vasitəsilə edirəm. Mən komment yazmışdım və kommentim bir çox səhifələrdə müzakirə və xəbər kimi yayımlanmışdır. Bəziləri yazırlar ki, ay qanuna tabi olmalıdır hamı. Niyə görə biz Avropalaşmaq istəyirik, biz istəyirik ki, ölkəmiz gözəl olsun, amma Amerika kimi, Avropa kimi qanunlara tabi olmuruq. Bunu deyənlərin əksəriyyəti sonradan aftafa görənlərdir ki, gediblər Avropada bir çoxları Azur kimi yaşayırlar. Yəni hələ də heç oturumları yox, heç bilmirlər ki, nə edirlər. Amerikada bu haqda danışanlardan çox görmədim. Amma bir şeyi nəzərimizə çatdıraq ki, o da olmasa tüstü olmaz. Deməli, vaxtında Sabunçuda bu obyektlərdən pullar yığılıb və bunların 4 metr aralığında, 4 metr yarım aralığında küçədə ticarət etməsinə icazə verilib ki, bu insanlar da bugüne kadar bunu eləyiblər. Ne oldu? Bugünəcən eləyirdilər və heç kim gəlib onların əlindən heç nə almırdı. Ne oldu bu 2026-cı ilin ilk günündə? Ne lazımdı? Pul yığmaq lazımdı və insanları təşvişə salmaq lazımdı. Xırda sahibkarları qorxuya salmaq lazımdı. Deməli, bu əvvəldən var idi. 2026-da da bunu eləyib istədilər, göstərsinlər və düşündülər ki, insanlar bunlara afərin deyəcək, amma çox böyük qınağa gəldilər və oturub bu həmən insan düşünsün ki, niyə görə mənim bundan qabaq elədiklərimdən bağlı insanlar bu qədər rezonans doğurmadı, amma indi doğurdu. Bir, ona görə rezonans doğurdu ki, siz o satıcının şəxsi puluna aldığı meyvəni dədəvizin malı kimi götürüb də müsadirə eləmək istədiniz və sonra başa düşdünüz ki, bu qanuna zid hərəkətdir və bunu qaytardınız. İkincisi də ki, gördünüz ki, cəmaət bezdi. Çünki vaxtında küçə ticarətlərinə, bəzi obyektlərin qabağında olan necə deyim, metroların, çıxışların qabağında mal satmağa icazə verirdiniz, hamınız lazım olan pullar sizə gəlirdi. İndi istəyirsiniz bunun qarşısını alasınız və insanlar deyir ki, niyə bugünəcən icazə verilirdi, amma bugün icazə verilmir. Ona görə də günahı özünüzdə axtarın və mən düşünürəm ki, Zakir Müəllim Fəracov Abşeron rayonu icra hakimiyyətində olub və mən düşünürəm ki, dövlət başçımızın tapşırıqlarını yerinə yetirir, amma belə xırda özünü soyuqqanlı göstərmək istəyən, qanun keşiyində durmaq naminə məmur olaraq mən qanunu icra edirəm deyənləri bir çoxlarını işdən çıxartmalıdır ki, insanlar düşünsün ki, deməli burada icra hakimiyyətinin xəbəri yoxdur. Yox, əgər varsa, deməli ümumiyyətcə ölkədə metro çıxışlarında və bəzi yerlərdə əgər sahibkarlar küçə ticarəti edirlərsə, qanundan zid, yəni qoyulduğu necə deyim sizə, məsafələrdən zid edirlərsə, deməli bunlar hər birisinin burada rolu var və dama-dama görürlər. Bu bir obyekt deyil. Təsəvvür edin, bir rayonda minlərlə belə obyekt varsa, hərəsindən ayda 100 manat, 50 manat alsalar, görün bu hara vurur. Onda deməli bunu bilə-bilə eləyirlər və bunun da qarşısı inşallah alınacaq və ya da ki, böyük ticarət marketləri də var ki, özünüz bilirsiniz adlarını, onların da küçələrində mallar bəzən satılır və ya da ki, elə bir yarmarkalar yaradın ki, insanlar ucuz malı gedib məcburən baha-baha bəzi o böyük hipermarketlərdən yox, xırda 1 kilo almada 10 qəpi, 20 qəpi qazanan xırda sahibkarlardan alsınlar.